Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve akıbeti lil muttaqin. Sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecma'in. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fərəcə. Deməli, bu bəhsimizin davamı olaraq qeyd edeyim ki, biz Təthir ayəsinə istəyirəm ki, bir qısa baxış edək. Təthir ayəsində ki, biz dedik ki, həmin bu hissədir ki, Əhzab surəsi 33-cü ayənin bu hissəsidir ki, Bismillahirrahmanirrahim. İnnəmə yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyti və yutahhirakum təthira. Və Allah Teala deyir ki, yalnız Allah Teala siz əhli beytdən hər cür nəcasəti, pisliyi təmizləyib, çirkinliyi təmizləyib, sizi pak qərar vermək istəyir, yəni iradə edir. Ki, təbii ki, ayə Peyğəmbər sallallahu ömrünün sonlarında nazil olmuş ayədir. Ki, İmam Həsən əleyhissalamdan da gələn hədisdə deyilir ki, Peyğəmbər sallallahu ömrünün sonuna az qalmış ki, müddətdə, yəni hər dəfə, hətta bizim deyir, sübh vaxtı, məxsus sübh namazı vaxtı gələrdi bizim evimizin qarşısına ki, Allah sizə rəhm eləsin, namazdır, namazdır. Sonra bu ayəni deyir, oxuyardı. Ki, bu rivayət də bir çox mənbələrdə qeyd olunubdur. Əhməd ibn Həmbəlin müsnədində, Tirmizinin Sünən kitabında, Hakim Şapırın Müstədrək əl-Səhihində, İbn Əbi Şeybənin müsəlləfində və s. və s. Və Səqələyn hədisi də məhz həmin günlərdə ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi tərəfindən ki, deyilmiş mübarək hədisdir. Və Təthir ayəsi Peyğəmbər sallavatullaha Ümmü Sələmənin evində nazil olandan sonra Allah Rəsulü əleyhissalamı, xanım Zəhra ki, İmam Həsən, İmam Hüseyin əleyhissalamı çağırır, o Xeybər əbasından altına alır. Haulə əhl-i beyti, biz əvvəldəki bu hədislərdə oxuduq bunu, bunlar mənim əhl-i beytimdir deyərək xüsusiləşdirir və xanımın sualı ki, mən də əhl-i beytlərəmmi, Həzrətdir ki, yox, amma sən Allah Rəsulunun zövcələrindən birisən. İnnəki min əzvacı Rasulillah sallallahu aleyhi və aleyhi. Allah Rəsul həyat yoldaşlarından birisən. Hətta başqa edir ki, innəki ilah xeyr. Ənti min əzvacın nəbi. Ki, sən xeyr üzərindəsən, xeyrə doğru gedənsən və sən Peyğəmbər zövcələrindən, yoldaşlarından birisən. Və bu kimi kəlmələrlə işlədib ki, biz bunları da qeyd elədik. Təbii ki, Təthir ayəsinin öz məzmunu və ifadə tərzi də Əhl-i Beyt sözündə məqsədin Peyğəmbər sallallahu qohumlarından yalnız xüsusi bir şəxslərin olmasını deyir bizə. Bu xüsusiləşdirmə. Ayənin özündə innəmanın olması, eyni zamanda hədisdə də gələn hauləyi kəlməsinin də özü bunu qəti surətdə bizə göstərir ki, hamı yox, xüsusi bir dəstə bura aiddir və hədisin də elə mətni bizim üçün bunu açıq-aşkar bəyan edir ki, insaf əhli üçün heç bir gizli və şübhəli məqam qalmır. Ona görə də onun xanımları Əhl-i Beyt nümayəndəsi kimi əbanın altına daxil olmaq istəyəndə Peyğəmbər sallallahu nə edir? Onları dəf edir, uzaqlaşdırır və Ümmü Sələmənin hətta vəfatına qədər Kisa əshabına, yəni Əba əhlinə birləşməsinə mane yaradır və nə deyir? Deyir ki, sən bu Əhl-i Beytdən deyirsən, amma xeyrə doğru gedənlərdənsən, düzgün yolda, inancda olanlardansan. Ona görə də Təthir ayəsində və Səqələyn hədisində Əhl-i Beyt ifadəsinin hansı məna verdiyi, kimlərə ayrı olduğunu, kimlər haqqında, kimlər dairəsində olduğunu bilmək üçün yəni şübhə yeri qalmır artıq ki, bunu yəni yozasan yaxud da inkar edəsən. Ona görə də Səqələyn hədisinin məzmunu Peyğəmbər sallallahu Quran və Əhl-i Beytin qiyamətə qədər birgə olmağı İslam ümmətinin ən öndə olan, ən mühüm vəzifəsinin belə deyək ki, onlara tabi olmağını və tabi olaraq zəlalətdən xilas olmağını açıq-aşkar göstərir və Əhl-i Beyt əleyhissalamdan sayılan Peyğəmbər sallallahu şəhadətindən 50 il sonra ki, şəhid olan İmam Hüseyin əleyhissalam Əhl-i Beyt əleyhissalamın sonuncusu deyil və rivayətlərdə də bu deyildi. Çünki Peyğəmbər sallallahu dedi ki, Ənə vəl-Həsən vəl-Hüseyni vəl-əimmətu ət-tis'atu min vuldil Hüseyin aleyhissalam tasi'əhum məhdiyyuhum və qaimuhum əccəlallahu fərəcə. Ki, Əli aleyhissalam Peyğəmbər sallallahu da bu rivayəti nəql edir ki,
Baxın, mən, Həsən, Hüseyn və Hüseyn övladları 9 imam. 9-cu da nədir? Onların Mehdisidir, qaimidir ki, bu şəxslər Allahın kitabından heç vaxt ayrı düşə bilməzlər. Lə yufariqunə kitaballah. Ki, və hovuzun yanına da çatana qədər heç vaxt ayrılmayacaqlar. Və bu da göstərir ki, itirət kəlməsi, yəni Əhl-i Beyt kəlməsi bunun açıq-aşkar izahı idi ki, məsumlar bunu çatdırdı. Və mahiyyət baxımından da biz baxırıq ki, Səqələyn hədisi, ki, bu mötəbər hədis ki var, İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm mübarək ömrünün sonlarında qiyamət gününə qədər davam edəcək bu İslam dininin ki, ümmətə bir xitabıdır. Bu Həzrət deyir, inni tarikun fikum Səqələyn. Ki, bu kəlamda da biz baxırıq ki, Quran və itirət, yəni biri digərindən olan iki ağır əmanətdir ki, ikisinə də sarılmaq, onları ayırmamaq, onlara əmanət kimi sahib çıxmaq, xəyanət etməmək tövsiyə olunur. Və ayənin özündə də biz həmin o Quran-ı Kərimdə baxırıq ki, nədir? Eyni zamanda Quranla bərabər tutulmaq, yəni o deməkdir ki, onlar hər cür nöqsandan, xətadan paşdırlar. Quran nə deyir? Allah məsələn Quran-ı Kərimdə Hicr surəsi 9-da deyir ki, Bismillah inna nahnu nəzzəlnə zikrə və innə ləhu ləhafizun. Həqiqətən də bu zikri biz nazil etdik və biz də onu qoruyuruq. Ki, Quran qorunur, Allah tərəfindən pakdır, xətasızdır, nöqsansızdır, məsumdur. Eyni məsumlardır. Ne deyir? Səqələyn hədisində iki ağır əmanət bir-birindən ayrılmır və mahiyyət baxımından bu da eyni Allah tərəfindən göndərilib bu şəxslər və onlar da qorunur eyni Quranın özü kimi. Və başqa hətta biz baxsaq ki, Quran-ı Kərimdə Füssilat surəsinin əvvəlində la ya'tihil batilu min beyne yedeyhi və la min xalfihi ki, tənzilun min hakimin hamid ki, onun nə qarşıdan, nə arxadan batıl yol tapa bilməz. Quran buyurur və o şəriətin möhkəm özü isə bütün cəhətlərdən təriflənmiş, tərəfindən nazil edilmişdir. Yəni Allah tərəfindən. Və bu da nə göstərir? Səqələyn hədisində Əhl-i Beytin Quran ilə birgə olması açıq aydın deyir ki, Əhl-i Beyt pakdır, məsumdur, eyni Quran kimi. Çünki Peyğəmbər sallallahu Quranla birgə Əhl-i Beytə itaət etmək barəsində göstərişi onlara itaətin vacibliyini bildirir. Əgər Əhl-i Beyt Quran kimi xətadan qorunmasa, onlara itaət etməyin də vacibliyini izah etmək təbii ki, mümkün olmazdı. Və Əli əleyhissalam bu dəlilin açıqlanmasında da əmr sahiblərinin itaətin vacibliyi haqqında da ki, kəlamında biz baxsaq, məsəl üçün Xisal kitabında keçir, mərhum Şeyx Sadıq nəql edir. Orada deyir ki, Həzrət ki, İnnəmə əmrə bi taəti u'ləl əmir li'ənnəhum mə'suminə mutəhhərun lə yə'murunə bi mə'siyyətin. Deyir ki, əmr sahibləri itaət eləmək ki, bizə əmr verilibdir ki, o əmr sahibləri itaət edir. Çünki niyə? Onlar pakdırlar, məsumdurlar və onlar günaha əmr etməzlər. Heç vaxt əmr etməzlər, get günah elə. Və həmçinin diqqət eləsək, Əhl-i Beytin xətadan qorunmamağı, onların Quranla vəhdətini zədələyər. Halbuki Səqələyn hədisi nə deyir? Quranla Əhl-i Beyt birgəli hovuza qədər və Peyğəmbər sallallahu yanına hovuza çatana qədər də ayrılmayacaq. Hətta biz baxsaq, Şeyx Müfəd Rəhmətin Əl-Məsə'ül Cərudiyyə adlı əsəri var. Orada ki, və zəlikə mu'cəbli ismətihim mövzusu ilə başlayan bir bəhs getirdi ki, bu onların günahdan pak olmağına, qəflət yaxud unutqanlığa düçar olmalarına mani olan bir səbəbdir. Çünki onlarda bir günah görünsə, baş versə və yaxud hökmlərdə bir xəta eləsələr, o zaman Qurandan dəlillərin sübut etdiyi bu məsələ ki, yəni ismət mövzusunda, məsumluq mövzusunda bunlar ayrılmış olacaqlar. Bu da təbii ki, mümkün deyil axı. Çünki hədis və ayələr bunu açıq-aşkar göstərir. Buna görə də biz baxanda ki, Səqələyn hədisi Əhl-i Beytin məsumluğuna, onların günahdan, xətadan qorunmağına dəlalət edən bir dəlildir və bu dəlildə Təthir ayəsi, eləcə də Əhl-i Beytin paklığını açıqlayan hədislərə tutarlı bir gücləndirici dəstəkdir. Və həmçinin biz baxsaq görürük ki, İslam ümmətinin, belə deyək də, Səqələyn hədisi bir Əhl-i Beyt əleyhissalam İslam ümməti üçün mesaj göndərir ki, o sizin müraciət ünvanınızdır. Yəni Əhl-i Beytin Quran ilə bərabərliyini və onların elminin qorunduğunu qəbul etmək ki, insanın
öz iman və təfəkkürünə bağlı bir şey olsa da, bu dəlillər avtomatik olaraq qəbul etməyəni də insaf əhli olsa ən azından sübut eləyir ki, əslində həqiqət budur ki, Quran və Əhl-i Beyt sizə göndərilmiş bir mesaj və sizin müraciət edəcəyiniz yeganə düzgün ünvandır, mənbədir. Və onlardan qeyri heç kim Quranın batinini, zahirini, nasixini, mənsuxunu, təvilini, ki, təfsirini, heç bir şeyini kamil izah edə bilməz. Başqa heç kim bunu bacarmaz. Ona görə İmam Sadiq əleyhissalamdan qafidə keçən bir hədisdə var ki, İnna Allah əlləmə nəbiyyahu ət-tanzilə və tə'vilə fəəlləməhu Rasulullah sallallahu aleyhi və aleyhi Aliyyən aleyhissalam qalə əlləmnə vallah. Deyir, Allah Teala ki, öz rəsuluna nazil olanı, onun təvilini öyrətdi. Allah Rəsulü də həmin o öyrədilənləri Əli əleyhissalama öyrətdi. Və həm and olsun Allaha ki, bizə də həmçinin öyrətdi. Demək, Əhl-i Beytin elmi məqamı bu ayrı bir bəhsdir ki, nəsil olsun gələcəkdə bir ayrıca bəhs qoyaraq ki, Əhl-i Beyt əleyhissalamın elmi səviyyəsi nədir, elmi nədir? Ki, bu elmi lədun deyirik, qeyb elmi deyirik, insanlar kimi deyil, elmi kəsbi deyil. İnşallah. Yəni, baxırıq ki, burada da elmi məqamı üzərində təkid edir bu hədislər. Onlar nədir? Xəzainul ulumdur, elmlərin xəzinələridir. Mədainidir, mədənləridir, onlar ünvanıdır, köküdür. Peyğəmbər s.ə.v-in varisidir olar. Və bu məsələ göstərir ki, əslində Səqələyn hədisi həqiqətdə Əhl-i Beyt əleyhissalam yeganə Quranın elmlərini həm də mənimsəmiş və kamil bilən şəxslərdir. Və bu həmin iki əmanətin qoyulması və dalıcanda bərk tutsaz onlardan ləm tədillu ki, heç vaxt azmazsınız, zəlata düşməzsiniz deyilməsi bunun bariz göstəricisidir. Ki, biz həqiqətən də bunun mahiyyətini buradan görüb seçə bilərik. Həm də bu rivayət dediyimiz kimi İmam Zaman Əcəlallah fərəcəhə dəlalət edir. Çünki Səqələyn hədisinin ən aşkar mənalarından biri nədir? Əhl-i Beytin qiyamətə qədər daimi, baqi olmağıdır. Çünki Peyğəmbər sallallahu Əhl-i Beyti qiyamətə qədər davam etməsə, nəticədə qiyamətə qədər onlara tabi olun tövsiyəsində mənası olmaz. Ki, təşviq olunur da, ki, niyə biz mütləqdir ki, qiyamətə qədər davam olunanlara tabi olaq. Əgər qiyamətə qədər davam etməyəcəksə, 5 il, 10 il, 1 əsr sonra dayanacaqsa bu ardıcıllıq, həmin bu Əhl-i Beyt əleyhissalamın vilayəti, imaməti, o zaman Peyğəmbər sallallahu sözünün mənası qalmır ki, daimi, hətta qiyamətə qədər bu ayrılmaz bir hissə olmağı kəlməsinin özü şübhə altına düşər və mənası qalmaz. Ona görə də Səqələyn hədisinin özündə də İmam Mehdi Əcəlallah fərəcəhin imamətinə ki, bir dəlildir. Ki, biri budur ki, Quranın mətni qiyamətə qədər qalacağı kimi, Əhl-i Beyt imamlarından biri də qiyamətə qədər yaşayacaq və Quranla yanaşı birgə olacaq. Məsəl üçün, birinci Səqələyn hədisində inni tarikun fikumus Səqələyn kəlməsi. Ki, bu kəlam müraciət təkcə Peyğəmbər səhabələrinə aid deyil. Yəni, müraciət qiyamətə qədər mövcud olan bütün İslam ümmətinə, müsəlmanlara aiddir. Ki, əks halda, məsəl üçün, niyə? Çünki Həzrət ki, bunu deyir, fikum, yəni sizlərdə təkcə sən görənlərə yox. Çünki hədisdə də var, Həzrət Qədirxan xütbəsində dedi ki, bunu eşitməyənlərə də, bilməyənlərə də çatdırın, burada olmayanlara da çatdırın, deyir hətta. Bunu, yəni, nə demək, çatdırmaq lazımdır, yazı ilə, deməklə, danışmaqla ki, bunlar mükəlləf olduğu məsələni bilsinlər. Və çünki hədisdə ki, hətta yəridə aleyyəl havda lən tədillu kəlmələrinin də bir mənası qalmaz. Hovuzun yanına çatana qədər siz zəlalətə düşməyəcəksiniz ki, oralardan möhkəm tutsanız. İndi məsələ budur. Ona görə də Peyğəmbər sallallahu aleyhi və aleyhi Əhl-i Beytindən bir nəfər olan kəs bir kişi qiyamətə qədər olmalıdır ki, inni tarikun fikum kəlməsi yerinə otursun. Ki, mən siz üçün bir, nədir, daimi davam edici bir kağır əmanət qoyuram. Sonra məsələn baxsaq ki, Peyğəmbər sallallahu orada bu kəlməni işlədir ki, in təməssəktum bihimə lən tədillu. Əgər ondan möhkəm yapışsanız o ikisindən ki, heç vaxt zəlata, heç vaxt nə keçmişdə, nə indiki, nə gələcəkdə olanlar heç kim zəlata düşməyəcək.
Deməli bu kəlmə göstərir ki, bir Əhl-i Beyt əleyhissalam birinin imamətini, rəhbərliyini daimi davam edəcəyi var, olacaq. Çünki əgər onlardan biri Quranla yanaşı qiyamətə qədər mövcud olmasa, Əhl-i Beyti davamlı şəkildə itaat etmək vacibliyi də qüvvədən düşəcək. Nəticədə bu ikisindən yapış bihimə, ikisindən tutan heç vaxt zəlata düşməyəcək sözündə bir mənası qalmayacaq. وَلَنْ يَفْتَرِقَا hətta yəridə ələyyəl havda ki, heç vaxt parçalanmayacaq, ayrılmayacaqlar, bölünməyəcəklər. Hətta ha vaxta qədər özü ayrılmayacaqlar, hovuzun yanına çatana qədər. Hovuzun yanına nə vaxt çatılacaq? Qiyamətdə ki, haqqı hesabdan sonra insanlar orada şəfaət olunanlar şəfaət olunacaq, olmayanlara cəhənnəmə gedəcək. Ki, ora qədər hətta Həzrət deyir ki, ayrılmayacaqlar. Deməli, burada davamiyyətin, imamətin davamlı olmasının özünün açıq-aşkar göstəricisidir ki, qiyamətə qədər əmanətin hər ikisi mövcud olacaq və hər ikisinin itaat vacibdir. İndi, məsələn, ola bilər ki, bir kəs irad bildirsin ki, Əli əleyhissalamın haqqında bir-iki hədislər var ki, orada bir kəlmələr işlənib, həmin buna uyğun. Və bu kəlmələr o ilə də tamamlanıb nisbət olaraq, belə deyim də, və məhdudiyyətə işarə edir. Məsələn, nədir? Deyək ki, bir hədisdə Həzrət deyir ki, Əliyyün mə'əl Qur'an vəl-Qur'anun mə'əl Əli lən yətəfərrəqa həttə yəridə aleyyəl havda. Yaxud da Əliyyün mə'əl haqq vəl-haqq mə'əhu lə yəftəriqan həttə yəridə aleyyəl havda. Ki, Əleyhisselam Quran da Əli iləndir, bu işçi hovuzun yanında mənə çatana qədər nə olacaq? Bir-birinə ayrılmayacaq. Yaxud məsələn, Əli haqqı ilə, haqq Əli iləndir, bu işçi qiyamət günü hovuzun yanında mənə çatana qədər, bir yerdə olana qədər, yəni bir-birindən ayrılmaz, bölünməz. İndi bu rivayətləri biz götürsək ki, rivayətlərə baxsaq deyərlər ki, şübhət hallar ki, Səqələyn hədisindən Əhl-i Beytin imamətin davamlılığına sübuta yetirən dəlil formasına əsasən həmin ki o hissəni biz dedik, bəs o zaman bu Əli əleyhissalamın da qiyamətə qədər diri olmağı üçün bir dəlil sayılmalıdır ki, onda Əli əleyhissalam gərək diri olsun. O zaman da onda bunun ya mənası yoxdur, ya da ki, görürük ki, biz Əli əleyhissalam ki, diri deyil, onda imamın diri olması da şərt deyilmi? İndi məsələ budur ki, bu iki hədisin Səqələyn hədisi ilə müqayisəsi mövcuddur və terminoloji olaraq buna deyərik qiyas-ı məhəlli fariq, yəni fərqli tərəflərdən müqayisədir. Çünki Səqələyn hədisindəki lən yəftəriqan ki, ifadəsi inni tarikun fiikumus səqələyn və həmçində in təməssəktum bihimə lən tədillu ifadəsindən sonra gəlmişlənib. Yəni, diqqət edəcək, əvvəlki iki cümlə, yəni Əhl-i Beytin imamətinin davamlılığını aşkar şəkildə göstərən iki ifadə, məsələnin dəlil kimi göstərilən digər hissəsi ki var, lən yəftəriqan, ki, yaxud da lə yəftəriqan, yaxud da lən yətəfərraqa ki, Əliyyün mə'əl haqq ya Əliyyün mə'əl Quran ki, hədisindəki kəlmələrdəki kimi Səqələyn də o cür işlənmir. Səqələyn də nə deyir? İnni tariku fikumus Səqələyn kəlməsi əvvəldə işlənir, lən yəftəriqa kəlməsindən sonra. Yətəfərraqa kəlməsindən sonra ki, in təməssəktum bihimə lən tədillu. Bu kəlmələr lən yətəfərraqadan qabaq işlənir. Deməli, biz də diqqət edirik bu ifadələrin, yəni imamın Quran və haqq ilə birliyi, bircə olmaqlığı məsələsi, onun xəlifə, imam mövzusu və xilafətinin, itaətin zəruriliyi məsələsi ilə birlikdə qeyd olunması anlamında ki, yəni mövzu olmadan qeyd olunarsa, belə başa düşülməlidir. Ki, yəni burada məqsəd Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamın dediklərinin, gətirdiklərinin və onun nəslindən olanların ayrılmaması anlamındadır. Yəni, Səqələyn hədisində Əhl-i Beytin Quran ilə birliyi, bircə olmaqlığı, yəni məhu, onların bircə olması nədir? Bu ikisinin Peyğəmbər sallallahu üçün xəlifə olmağı, onları itaətin qiyamətə qədər vacibliyi ilə birgə işlənibdir. Ona görə də Əhl-i Beytdən birinin qiyamətə qədər yaşamağına dəlalət edir. Amma bu dediyimiz iki hədis isə Əli əleyhissalamın Quran və haqq ilə birgəliyi, onun xilafəti və qiyamətə qədər ona tabiçiliyin mövzusu ilə bağlı işlənmir.
Aydın. Ona görə biz onu gətirib bura calamırıq ki, bu Səqələyn hədisindəki kəlmələr ki, onun ümumiyyətlə imamətin və xəlifəliyin davamlılığına işarə edirdi. Burada o kəlmələr yoxdur, mövzu yoxdur. Əli əleyhissalamın söhbət özündən gedir. Ona görə də bunu o ilə müqayisə eləmək yəni yanlışdır. Və biz diqqət edəndə görürük ki, Əhl-i Beytdən hər birinin Quranla yanaşı diri, baqi qalması zahirdə, istəyir zahirdə olsun, yəni ya qeybdə olmasından, yəni asılı deyil. Ki, indi biz deyəm, diqqət edirik nəyə? Yəni, İmam Həsən Əskəri əleyhissalamdan bu günə qədər Əhl-i Beytdən zahirdə və aşkarda olan heç bir imam ki yoxdur. Yəni biz imamın dönəminə qədər bunun ki şahid olmamışıq ki, hansısa qeybə çəkilsin, amma İmam Həsən Əskəri əleyhissalamdan sonra yəni artıq aşkarda olan, amma imam yoxdur da, sonuncu imam da qeybə çəkildi. İndi Səqələyn hədisinin də mətni bunu deyir ki, Əhl-i Beytdən olan və zahir olmayan bir imam mövcuddur. Əks halda Quran itrətdən ayrılır, yəni mənim itrətim ki deyil, bu itrətdən mənim Əhl-i Beytdən ayrılır və bütün bunlara görə nəticə olaraq ki, qeybdə olan imam yalnız İmam Məhdidir və deməli o da ayrılmır və hədis öz yerinə oturur. Mahiyyət baxımından bunları götürsək, bu irada belə bir cavab sadə dildə verə bilər. Və diqqət eləsək, Səqələyn hədisindən əlavə bir çox başqa hədislər var ki, Əhl-i Beytə bağlanmağın özünün vacibliyi, təkidi var. Ki, Peyğəmbər sallallahu yaşadığı müddətdə necə ki, Peyğəmbər sallallahu bağlılıq hər bir cəhətdən şərt idi və vacib idi, mühüm idi. Eyni Allah Rəsulü sallallahu aleyhi şəhadətindən sonra da Əhl-i Beytinə bağlılığın vacibliyi qətiyyətlə deyə bilərik ki, mütləqdir, qaçılmazdır. Və biz də bu dediklərimizdən ümumi anlaşıldı ki, Səqələyn hədisinə əsasən Peyğəmbər sallallahu Əhl-i Beyti qiyamətə qədər yaşayacaq, var olacaq və onlara həm dini, həm də siyasi baxımdan, yəni ictimai baxımından, dünyada və axirətdə səadətə çatmaq baxımından bağlılıq, itaət vacibdir. Amma əhəmiyyətli məsələ budur ki, İslam ümməti qeybdə olan imamla necə bağlılıq yaradır, yaxud da bağlanmalıdır. Yəni, biz təfəkkür edəsək görürük ki, qeybdə olan imama bağlılıq onun xüsusi və ümumi vəkillərinə, belə deyək, bir növ itaət, nümayəndələrinə itaət, Əhl-i Beytin etiqadını öyrənib əməl etmək və düzgün çatdırmaq və imamın zühurunun qarşısına alan maniyələrlə mübarizə və zühuru tezləşdirən addımlar atıb xidmət eləmək. Ki, nəticə etibarı ilə bunun nəticəsində bu kontaktı, bağlılığı yaratmaq mümkündür. Ki, məsələn, İmam Sadiq əleyhissalamdan bir hədisdə var, mərhum Şeyx Sadiq Kəmaləddinin 323-cü səhifəsində gətirir. İnnəli sahibi həzəl əmr qaybətən əl-mütəməssiku fiyhə bidinihi kəl-xariti lil-qitat. Ki, deyir ki, bu işin sahibinin, yəni qiyamın, xurucun, bir qeyb məsələsi var, qeybəti var. Qeyb dövründə də o bağlanan şəxs deyir, o tikanlı ağacı yonan adama bənzəyir. Ki, yəni o əlləri ilə tutar ki, xaritül qatat, yəni tikanlı ağacı soymaq kimi iş görmüşə oxşayar. Yəni çox çətin olacaq da, imam qeybdə olanda ona sarılıb qalsın. Ona görə də qeyb dövründə həqiqi möminin, Əhl-i Beyt vilayətçilərinin və Əhl-i Beytə bağlananların savabı nə qədərdir? Hədislərdə var ki, Bədir və Uhud şəhidlərinin savabı qədərdir. Hətta 1000 dəfə savabı qədərdir. Ki, deyilir rivayətlərdə. Və biz görürük ki, həmçinin Səqələyn hədisi mütəvatir mətnlərdə ki, Peyğəmbər sallallahu ümmətə gəlib çatıbdır və Quran və Əhl-i Beytin itrətin bağlılığını bizə deyir və bunun da müqabilində bəzi hədis mənbələrində də nə var? Ki, gəlibdir ki, itrət yox, sünnə deyilibdir. Məsələn, Əhl-i Sünnə Maliki məzhəbinin imamı İmam Malikin Əl-Muvatta əsərində Peyğəmbər sallallahu mürsəl bir hədis nəql olunur, yəni zəif hədis. Ki, deyilir ki, Allah Rəsulü deyir ki, tərəqtü fikum əmreyn lə tədillu mə məsəqtum bihimə. Kitabəllah
və sünnətə nəbiyyihi. Deyir, sizin aranızda 2 dənə əmr qoyuram. Əgər bu əmrə, yəni əmanətə sahib çıxsaz, möhkəm tutsaz, heç vaxt zəlata düşməyəcəksiniz. Bunun biri Allahın kitabıdır, digər isə Allah Rəsulunun sünnəsidir. Məsələn, Hakim Nişapuri Müstədrək əl-Səhihində bunu nəql edib ki, və qeyd edir ki, Peyğəmbər sallallahu belə bir söz də işlətdi ki, ya əyyuhənnəs inni qad tərəqtü fikum ki, bu mətndə cəmaət, mən sizin aranızda əmanət qoyuram, əgər ona möhkəm sarılsanız, bəs zəlata düşməzsiniz, Allahın kitabı və Allah Rəsulunun sünnəsi. Biz baxaq ki, əvvəla qısaca olaraq diqqət eləsək görərik ki, Kitab-Allah və Sünnətə Nəbiyyi ifadəsinin ən mühüm qaynağı haradır? İmam Malikin Məvəddə əsəridir. Həmin bu kitabda rivayət mürsəl gəlib, yəni sənədsiz şəkildə. Və 6 səhih kitabda ki, mötəbər, bizdə yine Kutub əlbə 4 əsas kitabdır. Onlarda Kutub-u Sittə 6 mötəbər kitabdır. Və bu kitabların heç birində müəllif bu formada, o yazanlar, yəni təlif edənlər, bu formada bir hədis gətirməyibdir. Nə Müslimin səhihində, nə Tirmizinin sünənində, nə Nəsainin sünənində, nə Daraminin sünənində, nə Əhməd ibn Həmbəlin sünənində yoxdur. Amma hədis gəlir nə? Kitab-Allah və itrəti, yəni da Əhl-i Beyti. Ona görə də biz baxırıq kök olaraq Muvatta əsərində ki, bu rivayət sənədi zəif, mürsəl və heç bir mötəbərliyi də yoxdur. Hakim Nişapuri də rivayəti 2 mənbə ilə nəql edib və 2 mənbədə də rivayət edən ki, o ravilər ki var hər sənəddə, onları zəif bilibdir. Kimdir? Salih ibn Musa Təlhi, bir də İsmail bin Əbu Uveys adında ravilərdir ki, Əhl-i Sünnə rical alimlər tərəfindən qətiyyətlə təzif olunmuş, zəif hesab olunmuş və inkar edilmiş alimlərdir, ravilərdir. Ki, məsələn, Salih bin Musa haqqında rical alimləri deyirlər ki, daiful hədis ciddən, çox belə hədisdə zəifdir. Yəni, bu adam çox zəif hədislər, hətta mətrukul hədis, hədisləri tərk olunandır, qəbul olunmayandır. Hətta deyiblər ki, məsələn, inkar olunmuş hədisləri belə bunlar nəql ediblər, həmin bu şəxslər. Və Buxari Müslümin də hədis ravilərindən sayılmayıblar. Ki, ona görə də bu baxımdan ki, diqqət eləsək, ola bilər, sual yarına bilər. Biz deyək ki, İsmail bin Uveysin özünü desək, Müslümin ravilərindəndir. Amma çox həddindən artıq zəif sayılmış insandır. Məsələn, onun haqqında ki, müxallid, diqqəti olmayan, dəhşət diqqəti yayınıq, kəzzab, yalan danışan, neysə bir şeyin, heç də yoxdur, dəyərsiz, lazımsız bir şeydir. Məsəl üçün, hədisi qondaran, hədis özündən vəz eləyən, kənə ya da hədis, özündən hədis uyduran, ki, hədis oğurlayan, onun haqqında hətta bu cür kəlmələr işlədiblər. Məsələn, təhzibin sahibidir ki, Mədinə əhalisi arasında hər hansı bir məsələ barəsində mübahisə düşəndə, ixtilaf yarananda mən onlar üçün bir hədis qondarırdım. Bu adamın özü deyir, İsmail bin Uveys deyir ki, o ixtilaf aradan aparmaq üçün də hədis uydururdu məsələn. Və bu iki şəxs, yəni Kitab-Allah və sünnəti kəlmələri keçən həmin bu 2 dənə hədisin sənədində olan ravidir ki, ona görə də bu hədisi heç kim nə edə bilər, qəbul edə bilməz. Hakim Nişapuri Səqələyn rivayətin əslini səhih hesab edib, deyir, bu sünnəti kəlməsinin yerində ki, əslində rivayətdə gəlir ki, nədir? İtirətimdir. Və hətta özü Müstədrək əl-Səhih kitabında Hakim Nişapuri 1-ci cildin 17-ci səhifəsində deyir ki, və hazəl hədis və xutbətin nəbi sallallahu aleyhi və aleyh. Muttəfəq alə ixracəhu fi sahih ki, sonra mətnini gətirir. Ki, deyir, bu hədis Peyğəmbər sallallahu xütbəsindən düzgün nəql olunma variantı, forması deyə qaynaqlardan çıxarılmasının səhih olmağına ittifaq olunan forması belədir ki, ey insanlar, mən sizin arasında 2 ağır əmanət qoyuram, əgər onlardan möhkəm tutsa zərərətə düşməyəcəksiniz ki, Allahın kitabı və siz onun haqqında sorğu-sual olunacaqsınız. Onun barəsində cavabınız nədir?
ki, lakin deyir, bu hədisin digər versiyasındakı sünnə sözü lazımlı hesab olunsa da çox qərib, yəni nadir bir versiyadır. Qərib hədis sinifindədir. Ki, ona görə də Səqələyn hədisinin qeyd olunan bu versiyası mötəbər deyil və Kitab-əllah və itrəti ifadəsini də əvəz edə bilməz və əvəz etməyə qüdrəti yoxdur. Həm mütəvatirlik baxımından, həm səhihlik baxımından. Ki, və bəzi şiə hədislərində də Kitab-əllah və itrəti ifadəsinin yerinə ki, Kitab-əllah və sünnəti kəlməsi ki işlənib. İndi bunu irəli gətirə bilərlər ki, Şeyx Sadıq rəhmətullahi aleyh Kəmaləddin kitabında Səqələyn hədisinin məşhur versiyasını nəql edib. Sonra da bu mətni Əbu Hüreyrədən ki qeyd edibdir və hədisin də sənədi təbii ki zəifdir və müəllifin də burada məqsədi nə olub? Yəni bilsinlər ki, bunların müqabilində bu hədisi də deyiblər, uydurublar. Ki, mahiyyət baxımından, yəni nə insanların məlumatı olsun ki, bax belə bir təəssüflər olsun ki, bunun müqabilində bir rivayət də uydurub göstəriblər cəmaata ki, sanki bu həqiqətdir, düzgünlükdir və güya ki, əslində sünnət olubdur, amma bilsinlər ki, belə bir rivayət var və heç bir əsası yoxdur. Və ona görə də biz diqqət eləsək görərik ki, həqiqətən də bu söz Peyğəmbər satılan sünnəsinin nümunə və hüccət olmasının inkarı demək deyil. Çünki Peyğəmbər satılan sünnəsinin hüccət olması ilə Quran, rivayətlər və əqli dəlillər əsasən o qədər möhkəm və qüdrətlidir ki, onun etibarsızlığını və hüccət olmamasını güman etmək əsassızdır. Ona görə də belə deyək ki, bunların gəlişini inkar etmək sünnənin inkarı anlamında başa düşülməməlidir. Yəni bu demək deyil ki, biz deyirik bu hədis zəifdir, sünnəni inkar edək. Xeyr, zaten elə sünnə kimdir? Peyğəmbər sallallahu əleyhi və bu sünnə deyilmi? Məsələn, sünnəni onlar yaşadır da, dili saxlayır. Və Quran və sünnənin dəlil olması ilə yanaşı itrətə tabi olmaqlığın vacibliyini göstərir ki, Peyğəmbər sallallahu Quran və sünnənin hidayət etməsinin məhz itrətə tabi olmaqla mümkün olacağını bildirir. Yəni sünnə sözünün müxtəlif formada anlaşılması mümkündür. Ki, baxarıq, deyərik ki, bunu təhqiq, amma itrət sünnənin kamil formada özündə cəm etmiş məfhumudur ki, onu Allah Rəsulü ona görə itrətim deyir, itrətin özünə tabi olsan, zaten sən sünnəni kamil və düzgün formada öyrənib icra edəcəksən. Yəni buna görə də Abbasilərin, Əməvilərin hakimiyyəti dövründə Əhl-i Beyt əleyhissalamın ki, fəzilətlərini yaymağı çox məhdudlaşdırmışdılar və təhlükəli bir dönəm idi və həmin dönəmdə də bu hədisi uydurub ortaya atmışdılar. Bunlara da baxdıqda biz görürük ki, Allahın kitabı və mənim sünnəm, ya Peyğəmbərin sünnəsi ifadəsi ki gəlir və bunun gəlməsi, hədislərdə deyilməsi, itrətim kəlməsinin müqabilində qalması təbii ki, nə əqli baxımdan, nə nəqli baxımdan keçərli deyil. Və biz baxsaq ki, hər iki hədisin gəlişini də demək qəbul edilməzdir. Çünki ola bilər də biri deyə bilər ki, həm bir hədisdə deyib ki, itrətim, Əhl-i Beytim, bir hədisdə deyib ki, sünnəm, Peyğəmbər sallallahu. Niyə? Çünki orada ki, deyilir ki, əgər bu ikisindən möhkəm yapışsanız, in təməssəktum bihimə, lən tədillu, ki, heç çox zəlalətə düşməzsiniz, onda o zaman burada gərək üçlük mənası deyilərdi. Yəni ki, Peyğəmbər sallallahu deyərdi ki, mən 3 ağır əmanət qoyuram, 1, 2, 3 və bihimə yox, artıq bihim, yaxud da məsələn, ayrıca olaraq 3 ədəd sayı ilə deyilməlidir ki, məsələn, 1-ci, 2-ci, 3-cü əmanətlər bunlardır və bu üçündən yapışaraq nicat tapa bilərsiniz, azmazsınız. Deməli, bunlar da göstəricidir ki, əslində həmin bu rivayət zəif, etibarsız və əsassızdır. Əksinə Səqələyn hədisi mütəvatir, səhih və etibarlıdır və heç bir şək şübhədə yoxdur. Vəlhamdülillah Rabbil aləmin.